Selamlar, Aliye'nin Kiçik kanalına hoş gelmişsiniz. Bugün sizlerle birlikte 9. ve 10. sınıflara kiçik tövsiyeler, dipnotlar vereceğim. O videonu çəkirəm. Hal-hazırda 11. sınıfım. 9. sınıfda da 277 bal toplamışam. Bu bal üçün hansı üsullar mənə faydalı oldu, onları danışacağım sizə. Yəni effektiv olan üsulları tövsiye kimi nəzərdə tutmayın. Tam reis, bu kadar abartmaya gerek yok. Yani anladık, sen tehlikesin. İlk olaraq stres və həyəcan haqqında danışmaq istəyirəm. Kim nə sual verirsə versin, imtahan stres haqqında hamısında relax takılın, relax cavablar verin. İnsan dediyi başına gələr. Ona görə də ki, elə dedikcə artıq bir də görərsiniz ki, sizin imtahan stresiniz və s. yoxuymuş. Yəni o qamsız insanlardan olun. Her şeyi çözmüşsün Emre Reis. Bravo. Biz de deriniz. Siz o istədiyiniz balı içinizdə saxlayın. Dilləndirdikcə, artıq hər kəsə dedikcə həmin bal sanki o elə deyim ki, o xəyal, o büyüsü itir yəni. Ona görə də içinizdə manifest eləyə bilərsiniz və ya bir yerlərə yaza bilərsiniz. İkinci olaraq gəlirik səhvlər və başa düşmədiyimiz mövzulara. Səhvlər haqqında bunu deyə bilərəm ki, kəsinliklə səhvlər üzərində iş eləyin. Mən 9-cu sinifdə elədim, 10-cu sinifdə eləmədim. Bunun peşmançılığını çəkirəm. Where are you going? 11-ci sinifdə artıq mütləq eləyəcəm. Yəni eləyirəm də hal-hazırda. Amma ən faydalı üsullardan biri həqiqətən də budur. Çünki belə fikirləşin. Məsələn, 20 suallıq bir sınaq idi. Siz bundan 18 dənə düz yazmısınız. Deməyin ki, hə, mən bu sınağı yaxşı yazmışam, bir kənar qoyum, düzlərim də çoxdur zaten. O 2 sual nədədirsə səhviniz, müəllimə 100% onu izah eləyəcək və həmin o izah eləsə də orada başa düşdünüz. Orada da elə bilirsiniz ki, bu sual fisioda, imtahanda düşsə yazacağım, amma əsla elə olmur. Həmin sualı siz başqa yerdə görəndə unutmuş olursunuz ya da üsulunu belə əlləm-qəlləm xatırlayırsınız, yəni biraz xatırlayırsınız. Ona görə də onu təzədən evdə gedib işləyin, səhvlər üzərində iş dəftərinə yazın və hətta yeri gələndə o səhvlər üzərində iş dəftərinizi bir vərəqləyib baxın ki, həmin sualı necə həll eləmişdim. Həqiqətən də çox işə yarayır. Bunu eləyin. Üçüncü başlıq olaraq keçirik yuxu rejimi və əyləncəyə. Yuxu rejimi haqqında qısa konkret danışacağım. Sizin ətrafınızda görəcəksiniz ki, kimsə tutalım saat 4-ə kimi yatmır, dərs oxuyur, kimsə durur səhər tezdən durur, dərs oxuyur, amma bunları sizə deyəndə siz elə başa düşməyin ki, bunu hər gün eləyirlər və s. kimi. Sizə nümunə olaraq özümü göstərə bilərəm ki, mən heç belə yuxumdan bir qram da olsun keçmirdim. Nerede olursam olayım. Yatırdım polunu. 7-8 saat yatırdım. Sadəcə bir şey diqqət yetirin. Gecə məncə tez yatın. Amma bəzi insanlar var ki, gecə dərs oxumağı sevir ki, məncə bu çox zərərli bir şeydir. Yəni saat neçəyə qədər yatmalı olduğunuz vaxtda siz dərs oxuyursunuz. Yəni beyin necə oyaq ola bilər ki burada? Mən onu insanlara başa düşə bilmirəm. Amma yenə də əgər elə bir xüsusiyyətiniz varsa onlara söz deyə bilmərəm. Amma məsələn mən saat səhər 5-də durub dərs oxumağı daha çox sevirəm. Nəinki gecə gec saatlara qədər dərs oxumaq. Bunu da ki hər gün eləmirdim də. Yəni məsələn bir gün saat 5-də durub dərs oxudumsa, səhəri gün özümə biraz istirahət verirdim. Ya 7-də dururdum, ya 8-də dururdum, bəzən gec dururdum. Yəni bunu artıq özümə bir hədəf olaraq qoymamışdım. O anki dərsimin çətinliyinə, çoxluğuna baxırdı. Əgər həqiqətən də yorğunamsa səhər saat 5-də durmaq kimi bir hədəf özümə qoymurdum. Amma bunu tez-tez etməyə çalışırdım təbii ki. Çünki mənə elə yarayırdı. Səhər 5-də duranda beynim çox oyaq olurdu, daha rahat yazırdım. Bunun haqqında da bir video çəkərəm sabah. Çünki sabah da elə bir şey eləmək istəyirəm. Bir də əyləncə. Bəzi müəllimlər sizə deyəcək ki, məsələn, bəzi müəllimlər deyil, çox nəfər deyir bunu ki, bu il nə bilim bu 3 il səbr elə, ondan sonra əylənərsən, bu 3 il belə elə dərsini oxu falan filan. Düzün desəm bəzi haqlı olduğu tərəflər ola bilər, amma ki bu o demək deyil ki, tam haqlıdırlar. Çünki insan, yəni siz bir də 9-cu sinifdə olmayacaqsınız, bir də 10-cu sinifdə olmayacaqsınız. Ona görə də siz həmin anın əyləncəsini də yaşamalısınız. Ona görə mümkün qədər, yəni mən demirəm həftədə bir dəfə, 2 dəfə mütləq gedin, gəzin, eləyin. Bunu demirəm, amma məsələn 2 ayda bir falan belə sinif gəzintisi olsun ya da ki məsələn vinetka falan çəkdirə bilərlər, biz çəkdirəmədik. Nəysə, belə şeylər olsun. Bunlara həmişə qatılın. Təbii ki, çox vaxtınız getmədiyi
üzrə. Çünki yəni əylənməyinizə də vaxt ayırın, dərsinizə də vaxt ayırın. Eləcə dərsdən də sıxılmamış olarsınız. Yoxsa əgər heç əylənməyə falan getməsəz, eləməsəz ürəyiniz partlayacaq. O dərsi sizə zəhər eləyəcəklər. Bunun haqqında da qısa danışdım. İndi keçirəm telefon söhbətinə. Telefon hələ ki mən də sınayıram üzərində ki, nə edə bilərəm. Amma 9-cu sinifdə çox qısa bir şey tapmışdım. Telefonu özümdən uzaq bir yerə qoyurdum. Məsələn, telefonu söndürməyinizə falan ehtiyac yoxdur. Bütün kuklada falan qoyun telefonunuzu, sonra otağa gəlin. Ondan sonra başlayın dərsinizə elə. Sonra dərsdən sıxılanda artıq əliniz telefona gedə bilməyəcək. Çünki telefon sizdən uzaqda bir yerdədir. Amma bu işə yaramırsa, bir də bunu düşünün ki, siz hər istirahət vermək istədikcə telefona baxsanız, artıq o telefona bağımlı halə gələcəksiniz. Yəni bunu nə demək istəyirəm? Tez-tez ona baxmaq istəyəcəksiniz. Fasilə niyyətinə telefon görməyin. Məsələn, mən 9-cu sinifdə dərslərimi eləyirdim. Tutalım ki, 2 saat dərs elədim. Arada yarım saatlıq fasilə vermək istəyirdim. Gedirdim, özümə məsələn çizgi film açırdım televizordan. Telefona baxmırdım. Televizordan açırdım və özümə belə kiçik atışdırmalıq və s. hazırlayırdım. Otururdum, onu yeyə, ona baxırdım. Eləcə yarım saatı keçirirdim. Sonra insan artıq fikri başqa bir yerdə olmadıqca təzədən dərsə yönlənir. Təzədən gedirdim, dərsimi oxuyurdum. Belə işlər. Ona görə məncə bunu eləyə bilərsiniz. Yəni telefondan çox asılı vəziyyətdə qalmayın. Və sonuncu olaraq da ki, qayda haqqında danışmaq istəyirəm. 9-cu sinifdə sizə ən önəmli olan qaydadır. Ana dilindən də, ingilis dilindən də, riyaziyyatdan da və əsası da ki, riyaziyyat. Məncə riyaziyyata çox qorxurlar ki, nə bilim, məsələ falan düşər və s. Amma 9-cu sinifdə mən digər sınaqlardan da, imtahanlardan da gördüyüm üzrə daha çox qayda üzrə düşür. Həqiqətən də maksimum bir sual sizə belə öz biliyinizlə belə çox fikirləşəcəyiniz bir sual düşə bilər. Qalan suallar həqiqətən də qaydaya uyğun olur. Qaydanı bildinizsə yazırsınız, düsturu bilirsinizsə yazırsınız, bilmədinizsə ona görə də ki, məncə qaydaya önəm verin. Mənim 9-cu sinifdə qayda əlimdən düşmürdü həqiqətən də. Ancaq gedib gəlib qayda oxuyurdum. Sıxılırdım məsələn dərs oxumaqdan. Açırdım ki, qaydanı oxuyurdum. Sonra zaten sıxılmanız keçirsiniz o bir işlərə. Bunu unutmayın ki, məsələn bir gün sizə çox yorulmusunuzsa, heç dərs oxumaya da bilərsiniz. Yəni bu çox normal bir şeydir. Amma yəni bunun ağını çıxartmamaq lazımdır sadəcə. Bir də bunu yaddan çıxartmayın ki, bunu əlində sonunda siz oxumalısınız. Bunu maksimum ertələyə bilərsiniz. Əlində axırda o sualları siz oxuyacaqsınız, o qaydanda oxuyacaqsınız. Ona görə də yəni ya hazırda 2 saat qalmış, ya da ki hazırdan 2 gün qabaq bunu mütləq eləyəcəksiniz. Ona görə də yəni özünüzü sıxmayın. Sadəcə bunu bilin ki, bunu eləməlisiniz. Yəni əslində insan bunu artıq qəbullanmalıdır. Bir də çox kiçik 10-cu siniflər üçün bir şey deyəcəm ki, 10-cu sinifdə çox önəm verin. Qaydanı oxuyub sonra tapşırıqları işləməyə. Tapşırıqları işləsəz, qaydanı testdən öyrənərəm, testi yazarkən qaydaya baxmaq falan eləməyin. Kəsinliklə eləməyin. Məsələn, fizikadan yeni mövzu keçdiniz. Həmin mövzunu oxuyun, qəşəng başa düşün. Ondan sonra keçin onun testlərini yazın. Yəni bunu unutmayın. Həmişə belə eləyin. Testi yazarkən qaydanı öyrənmək deyə bir şey yoxdur. Siz o an öyrəndiyinizi zənn edəcəksiniz, amma əsla öyrənməmisiniz o qaydanı. O qayda 2 gün sonra unudacaqsınız. Baxın, aha da buraya yazıyorum. Ona görə də qaydanı oxuyun, tam başa düşün. Qaydanı oxuyarkən də kiçik bir taktik verəcəm. Həmin qaydanı oxuyun, part-part da oxuya bilərsiniz. Məsələn, 1-ci səhifəni oxudunuz, onu danışın. Öz-özünüzə danışın. Yəni, həmişə xəyalınızda, qarşınızda şagird canlandırın. Özünüzdə müəllimə zənn eləyin. Bu işə yarayan bir taktikdir. Mən 9-cu sinifdə də çox eləmişəm, 10-cu sinifdə də, 11-ci sinifdə də eləyəcəm. Bir də ki, mümkün qədər lövhə falan alın özünüzə, belə şeylərlə həvəsləndirin. Səslə daha yaxşı başa düşün. Nə qədər baxsan da onu başa düşməyə bilərsin, amma səslə danışa-danışa özünə izah eləyəndə, aydınlaşdıranda o sizin beyninizə yeriyir. Bu qədər demək istədiklərim. Ümid edirəm videomu bəyənmişsinizdir. Kanalıma abunə olub like atmağı unutmayın. Bir də ki, şərhlərə manifest eləyə bilərsiniz. Hansı universiteti istəyirsiniz, neçə bal toplamaq istəyirsiniz və s. Sağ olun, salamat qalın.